Deməli, verilmiş ifadənin n-in neçə mənfi olmayan tam qiymətlərində tam ədəd olar. Bunu soruşur bizdən. Bu kəsirdə adətən şagirdlər n-lərin yerinə ədədlər qoyub onu tapmağa çalışırlar. Amma ən yaxşı yol necədir? Biz bu kəsiri sadələşdirək. Məsələn, yaza bilərik ki, n kvadratı çıxılsın 3n bölünsün n minus 3 üstəgəlinsin 2n bölünsün n minus 3 şəklində yaza bilərik. Sonra nə edə bilərik? Buradan birinci kəsirdən n mötərizə xaricinə çıxarsam n çıxılsın 3 qalır. Bölünsün n-3 üstəgəlinsin. Bu ikinci kəsirdə belə yaza bilərik. 2n çıxılsın 6 bölünsün n çıxılsın 3 üstəgəlinsin 6 bölünsün n çıxılsın 3. Və o da bərabər olmuş olur. Deyəm, birinci kəsiri ixtisar eləyə bilərik. Buradan n qalır. İkinci kəsirin sürətindən 2-ni mötərizə xaricinə çıxarsam n-3 qaldığı üçün n-3'lər də ixtisar gedir. Üstəgəlinsin 2 qalır. Üstəgəlinsin 6 bölünsün n çıxılsın 3. Və n-in neçə mənfi olmayan tam qiymətlərində mümkündür deyir. Bu kəsir tam ədəddir daha doğrusu. Biz bilirik ki, 6-nın bölənləri nədir? 1, 2-dir, 3-dür və 6-dır. Və ona görə uyğun olaraq n-in yerinə yaza biləcəyimiz ədədlər ola bilər. 1 ola bilər, müsbətlərdən gedir, 2 ola bilər, 4 ola bilər, 5 ola bilər, 6 ola bilər, 9 ola bilər və bir də müsbət olmayan dediyinə görə 0 da götürürük. Onda ümumi olaraq 3 və 3, 7 dənə belə n mümkündür. Yəni, bu qiymətləri n-in yerinə qoysaq 6-nın bölənləri alınmış olar. Ona görə də doğru cavab 7 olmuş olur.